Herkese salam. Necəsiz gözəl izləyicilər? Yaxşı olun hər zaman. Danış da. Çəkmirsən ya. Allah çəkirəm. İndi bunlar gedirlər dənizə. Biz də Alislə gedirik nənə bala, hovuzumuzu doldurmuşuq. Gedirik döyüşməyə. Maylı döyüşməyə. Alisa tək olanda məndən yaxşıdır. Amma evdə bir adam oldu, Alisa məni saymır. O gün Nurlan deyir ki, Şakir oldu, Şamı döyüb eləyir tacirə, Şakirə. O günlərim Nurlan deyir ki, Şakir bir də Alisa. Bir yemək istəyəndə sən axtarırlar, bir yatmaqda sən axtarırlar. İkisi də bir eynidir. Qurban olmaz Arkadaşlar səni. yığışmışıq cümbür cəmahat, Nərgiz, mən, qaynam, Hacir. Güzgüdən üzü güzət Nərgiz, sən üzü bezmişəm mən montaj eləməkdən. Şakir, bir sən neyinirlər Nərgizin YouTube'da üzünü? Hər dəfə yarısı düşür axı. Yarı birləşdirirlər. Deyirlər Nərgiz nə gözəl qızdı, axır ki tutduq üzünü. Özələ geçən diqqətlə baxırlar ya. Nərgizi puzzle kimi yığılır. Çıqı yığırlar sənə. Allah hər dəfəsində çıqıl dən yeri düşür. Alice, bizim yolculuğumuz bura qədərdir. Düşək, gedək. Biz dənizlik deyilib. Bizimki hovuzdur. Tacir yeməyini də götür. Allah, mama şampunu qoymuşam ha bura yaxşı. Pampers adı hər şey. Mama başda dönən çöl dibinə leyner qoymuşam. Bir səndə püskasına leyner var. İndi bunlara sağ olun, biz gedək çimməyə. Şamı Sağ ol elə, biz gedək çimməyə. Aferin. Sağ ol ömrüm. Atmaz. Mama qırdı. Ay Allah. Mama buz kimidir anacan. Mama çox soyuqdur ha, həddindən artıq. Bundan biraz su boşaldım mən. Mama, bundan biraz su boşaldım mən. Bundan biraz su boşaldım, çox doldu bu. Geldik mağazaya. Alışveriş eləməyə. Çörək aldıq, hot dog aldıq. Ne formadadır? Kalp. O mənim kalbim deyil, sən də mənim kalbim birləşib. Neyse gidelim. Nəyi gördün? Nəyə baxmırsan? Götürəyəcəm buradan. Bundan biraz mümkün yersən də. Olmaz sən uzun cəldə. Harada düzəldirsin? Ben ki bir tanesini götürüm də. Niye yersən də? Desene. Hiç götürür mü yani? Ne kadar uğramışsınız yani bizdedir. Size ne var? Neyse gidelim. Şakir, ne çok şey götürür, ne götürmüşük yazdım canını. Canım. Buradan pansını eğlen, sağ oluyor. Götürək. Qarpızımız yoxdur ama. Evet, pendir götürək arkadaşlar. Bu ondan da. Ay, bir söz basıp geçir seni canım. Bütün səmimiyyətimi inanaya. Neyse arkadaşlar. Gidelim. Adi su götürmədik Nunu. Peki bir de bundan götürək. Neyse danışırlar ağızlarına gelen orada arkadaşlar. Qaynım şey istədi, kumda oynamağa belə şey. Maşında elinizdə eşitdiniz. Gedim görüm ondan tapa bilirəm. O tərəflərdə oyuncaq dilində. Arkadaşlar tapmadım ondan. Biz çıxdıq, onlar da İleriyə alıb gəlirlər. Ay necə qaralmışam qızlar, dəhşət. Dəhşət qaralmışam, özü dəhşət. Arabamız nerede? Hacı arkadan gəlir. Getdik. Giderim. Haydi. Fiilənərik Taydindən. Güzel davayla yer tapdı. Tamam. Sen nefesin var, tamam ayakta kuruyorsan. At buraya, sen orada işiyordun koca. Hacı doğdu da yani inanın ki adam elinde oturmaya yer yoktu, gücüne yer taptı. Dehşet doğdu. Gelip düz denizin ikincinden yer tapacak, her şey geldiğimiz yere geldi, çünkü başka yere gitmek istemedik. Ona göre öyle buraya geldik. Neyse, saklayın gidelim. Ne dersin yapayım? Sonra bu kapı olandan harcadığı da yaxşı çoxluqlar almışam. Ayaqları çox güzel. Tamam bilmiyorum. Şakir. Kana geldi de. Mağazadan almışıq hər şeyimizi. Çoxluqları falan. Biz bir yer.
sırada sürekli çünkü azım. Allah gel buraya Allah çok tatlı taze. İçinde pamuklar da var. Deməli, qızlar, dənizdən apar topar çıxası olduq. Çünki tacirə iş çıxdı, getdi məclisə, gəldi evə qəşəng, eltimlə çimdik, girdik. İki bacı. Qəşəng kimdik, çıxdıq, maskalandıq, tuskalandıq, makyaj eləmədik. Çünki bugün fərqinə varmışıq və ərlərimiz deyib ki, makyajsız çox gözəlsiz. Özümüz özümüzə demişik, qayandan da bizə deyib ki, makyajsız çox gözəlsiz. Ona görə tabi makyaj eləmirik. Hə, hazırlaşdıq, indi gedirik sinseyə. Deyir sinseydi, mən sinsaydım, deyir sinseydi. Deyir sinseydi, gedirik təzəndən ora. Gedək görək nə edirik, nə var, nə yox. Elə belə baxacağıq. Çünki hər yerə getmişik, sırf Bakıxanovdakına getməmişik. İzləyicilər də yazıb ki, Bakıxanovdakına niyə getmirsiniz? Budur dəqiq. Hə, sonra da gələk qarnımızı doyurur. Hə, sonra da gələcəyik, qəşəng sushi sifariş eləmişik, Eltimdən sushi yeyəcəyik. Nəysə, indi mindik hal-hazırda taksiyə gedirik Bakıxanov mola. Deməli arkadaşlar Bakıxanov molda ilk dəfə Nərgizi gördüyüm yerdə. Şakir ilk dəfə getdi bizim tanış eləməyə. Neyse gidip silsaya sonradan kızım bu hikayesi evde lobiye ye. Anlamış. Peki bir daha doğumda getirirsen. Çok tatlılar. Ay da çok tatlılar. Özüne yap bakarsan da. Orada da. Şey, Eltimdən tam bağlayıq. Qəşəng Eltimlə. Biz sən hansı rollar gedirik sənə? Mən həqiqət. Biz sən hansı rollar gedirik? Mən Asiyayam, sən də şey, nəfəs. Asiya mənim kimi də hayasızdır. Qəşəng bazarlıq elədik. Kola, fanta, çörək, nə bilim, şampun, mampun, hər şey aldıq. Sushilərimiz də gəlib. Bayaqdan yolda deyirdim ki, inşallah ki, biz gələnə kimi kuryerdə gələr, bir də ikinci mərtəbəyə düşmərik. Daha sonra Nərgiz dedim ki, Nərgiz əziyyət çəkəsə, ayda sən bazar stodan dolmadan alacaqsın, Nərgiz. Ayda. Dolma gördü qızlar bazar storda. Dedim ki, gedək sinsəyə sarma. Dedim sinsəyə qalxaq gələr, oradan alarıq da. Düşdük bazar stora girdik, yalandan tez çıxdıq ki, dedim ki, evin yanındakini alarıq. Sən mən niyə dinlənmədin ki, mənim dolmam qaldı orada? Deyinir, Allah'a and olsun, bir dənə deyin gəldi, vallah. Hər şeydə bir dənə mız qoyur. Hər şeydə bir dənə mız qoyur. Hər şeyə deyinir, qorxaqdır, dızqaqdır. Vallah, nətər qorxaqdır, ay Allah. Ay qorxdum, ay batdım, ay boğuldum. Panik atağımı tutur. Nə qədər qışqırırız, ay Allah. Şakir boğuldum, Şakir ayağım yer görmür. Nəyim, Şakir parmağım yer görmür, nə bilim, nəyim yer görmür. Ay Allah, tay inanın ki, demişəm ki, gəl, Eltin kimi ürəkli ol. Nəysə, gedək sushilərimizi yeyək arkadaşlar. Panatlarım oturur burada. Panatlarım oturur burada. Yenə bir unpacking, nə deyirlər adına? Unpacking videosu ilə qarşınızdayım arkadaşlar. Kızımı unutmadım. Sinsaydan aldığım giyimləri çox bəyəndiyim üçün. Kızıma... Nə gəl kamera mənə çəkirsən Allah. Gəl mənə çəkir. Bir dənə belə qəşəng şey aldım. Şortik marka. Sonra... Az bunlara bax, az bunu canlı yiyeyim. Biraz çəkim arxaya. Hə, çək, nə olacaq? Qəşəng belə 2 dənə tulum aldım. Bu formada. Bir də yazmışsınız yorumlara ki, Alisa'nın geyimlərini yuyun geyindirin çöldən alanda. Qızlar, əslində təzə doğulanda Alisa 40 gün içərisində ancaq elə eləyirdim. Amma artıq elə eləmirəm. Çünki öz geyimlərimi misal üçün alanda yuyuram. Çünki razqıvarsa bilirlər, orada geyimlər izad gəlir. Gətirib onları evə sıraz yuyuram. Amma uşaq geyimləri geyinilmədiyi üçün, tulamı askıda olduğu üçün yumuram. Elə geyinirəm, heç nə olmur şükür Allaha. Bilirəm ki, bir çox adam onu eləmir, yalandan göstəriş üçün yazır. Amma yəni yenə də mən yumuram. Əvvəl yurdum amma. Sonra canım istədesin. Bir dənə belə mayka aldım. Sarıçqanın altından geyinməyə.
9 manata. Yox, az 9 da yox. Hə, 9 manata. Bir dənə beləsini aldım. Deyəcəksiniz ki, niyə hər gün alırsan? Qızlar, Allah qoysa gəlin ayın 13-ü, inşallah Allahın izni ilə biz uçuruq. Amma hara uçuruq, onu deməyəcəm. Deməməyimin səbəbi isə, mən biletləri haradasa 4 gün bundan qabaq almışam. Hamısının tarixi ilə sizlərlə bölüşəcəm. Sabahsı gün məni qınamayasınız deyə, ay filan kəs getdi, bəhmən kəs də gedir deyə. Ona görə eynidən paylaşım eləmirəm. Əslində biləcəksiniz çox güman hara. Amma yəni bu bəhs deyil. Yəni bir ölkəyə o demək deyil ki, bir nəfər gedirsə, başqa heç kim gedə bilməz deyə bir şərt yoxdur. Mən gedərəmsə hamı da gedə bilər, hamı da gedirsə mən də gedə bilərəm. Onun heç bir adiyyəti yoxdur. Hər dəfə bunu vurğulayıram ki, hərənin fərqli kütləsi var. Eyni kütlə tək-tükdür ki, hə bizi də izləyən, onlar da izləyir, onlar da izləyən, bizi izləyir, fərq eləmir. Amma hərənin fərqli kütləsi var. Bu 100.000 kütlənin 100.000-də qarşı tərəfi izləmir, qarşı tərəfində 200.000-lik kütləsi, 500.000-lik kütləsi məni izləmir. Yəni onun maksimum 5-10 dənəsi məni izləyər. Yəni hərəmiz fərqli göstəririk. Məsəl üçün məni sevənlər onları sevmir, onları sevənlərin çoxusu məni sevmir, məni bəyənmir. Tək-tük var ki, bizim hamımızı eyni anda sevənlər var. Ona görə indi açıqlamıram, amma biletlərimizi 4 gündür ki almışıq. İnşallah Allahın izni ilə ayın 13-ü inşallah gedəcəyik, orada görəcəyiz. Evdə geyməyə belə şortlar aldım. Bu Nərgizinkidir deyəsən. Yox, bu S mənimdir. Nərgizlə ikimizə eyni aldıq. Gələcəkdə Eltonda eyni dəqanda ikimiz də eyni geyinəcəyik. Eyni dəqanda qərət edirəm, eyni dəqanda fikrimiz yoxdur. Dostu ümumiyyətlə. Bunu çox uddum. Nərgiz bunu neçə almışdın? Nərgiz bunu 10 manat almışdı, amma mənə endirim elədilər. Mənə endirim eləmədilər, mənə özəl deyildi. Endirim 5 manat aldım, hə Nərgiz? 4.99. 5 manata mən aldım. Görün nə gözəldir. Evdə rahat geyinirəm də mən bunlardan. Yəni siz bu arada yorumlarda görmüşəm, yazmışsınız ki, qısa şort geyinmək sizə yaraşmır. Qızlar, mənim çox gözəl ayaqlarım var. Pisliyəm ayaqlarım Nərgiz. Həqiqətən mənim gözəl ayaqlarım var və mənə yaraşır. Sadəcə o tacir oradakı videonu 5 qısma çəkib deyə rəxdə oxşuyuram. Yəni yoxsa mənim çox da yaşayan figuram var. Bu da digəri. Bunların qiymətləri çox ucuzdur. Ay Allah, bunu Nərgiz çox bayıldı, amma özünü almadı, amma mən aldım. Amma qurbandır, verə bilərəm, geyinə bilərsən. Bərəkallah, hə. Baxın, bunun belə qolunda küperi var. Özdə neçədir bu? 12 manata. Superdir də qızlar, uzundur. Bununla geyinməyə nə aldım orada gedəcəyimiz yerdə? Belə şort aldım. Onu bununla geyinəcəm. Çünki altımı qısa geyinəcəm, üstümü bağlamalıyam. Üstümü açıq qoyuramsa altımı bağlamalıyam. Ona görə mən qərar verdim ki, Soxuyun güllə. hə, indi geyinəcəm, ikimiz də geyinək təzə evdə. Nəysə, bunlar getdi şort ikiliyə dörtdəyim. Hə, bir dənə də son olaraq bu donu aldım. Bu donu inşallah ki, tacıyla çəkiliş eləyəcəm, orada geyinmək istəyirəm. Belə bir şeydir, qızlar, baxın. Belə. Çox qəşəngdir, belə. Bunun üstünə qəşəng sarı çıxarata bilərəm. İndi bacınız bunlardan bir geyinsin. O gün də arkadaşlar. Arkadaşlar. Ay tamam, götürəmirəm. Tatil olsaydı düzəldərəm. Çok düzeldim. Gerçi düzel ağzından önlem. Bağlı deyil. Başka fırtıkayı bunu vermişsiniz. Az evi yox hoş bağlı. Başka fırtıkayı. Özellikle fırtın dedik. Sadece gayet edip bu yanında bir tane şey edip yadında kalır. Çubuk yapışmamış yiyebilir. Allah. Güzel. Herkesin sabah xeyir. Arkadaşlar qoyum dəmbələnçini açım. Sabahınız xeyir olsun, gününüz uğurlu olsun inşallah. Dünən videonu saxladım. Çünki ondan sonra Alisa gəldi, içimiz dedim, yat istedim. Səhər niyə pastellə başladım? Alisa sağ olsun. Qızlar bilmirəm niyə dəhşət çox pis qarnına gedir. Əlimdəki bıçağa baxın eləsiz Allah. Qarnını gedir döşəyə zadı batırır. Yanımda yatışdırmışdım. Ona görə duran kimi bütün pasteli dəyişdim. Döşəyə çıxartdım. Yastığıma kimi belə batırmışdı. Mamaya dedim ki şeydir. Təzənə olar, yusun versin mənə. Yəni qadın var onu elətdirəcək. Ay Allah. Bir dənə külək var ki ayağımın altı hamısı tozlu da qızlar. Pəncərələri də açıq qoymuşam. Evləri falan silməliyəm. Pəncərələri bağlayıb. Pasteli dəyişdim. Bu üzü dəyişmədim. Çünki bu üz batmamışdı. Həm də pasteli təzə dəyişmişdim deyə. İndi isə gedirəm Alisa xanıma yemək verməyə. Nəysə, taciri bilmədim, riski gəldim arkadaşlar. Nasibsinin altı kirinin içindədir. Gedirəm kuxnaya, indi yemək qızdırmalı. Sonra evləri silməliyəm, pəncərələri bağlayıb evləri təmiz-təmiz silməliyəm. Çünki hər yer toz torpaqdır. Burada da paltarları təzən çıxartdım, qaraları, indi ağları atdım. İşlərimizi birazdan bərabər görərik. Yemək yiyim, mimozam da qalıb xaldı indi bu arada. Xarab olub, çox heyif, çox heyif. Heç nə olmaz, canımız sağ olsun. Düzdür, israfçılıqdır, heç sevmirəm, kəşki yeyərdik, amma necə
O salat elə bir salatdır ki, bir gün içərisində, maksimum 2 gün içərisində yeyilməlidir, sonra xarab olur. Deməli, arkadaşlar, bütün evimi toz basıb. Ona görə pəncərələri bağladım, hər yeri. Otağı bir dənə kuxuna qalıb, kuxunun daxildə bağlayacağım. Bugün geçən evi təmizləyim, Tacir də neçə vaxtda təmizləyə sizlərlə də çəkmirəm. Əslində burada toz yoxdur, buranı dünən silmişəm. Göstəri belə əski ilə, dedim dəyələ belə əski çəkin. Bu arada niye belə çəkirəm uşaqlar? Televizorda Alice başqa şey yox axır. Ona görə istənmiyordur. Neyse, Bəli. heç nə yox, bura təmiz. Aha. Pəncərəni qırağım belə silim, töküm yerə. Yəni burada heç nə yoxdur da mənim fikrimcə. Heç nə yoxdur ki. Yox. Dünən silmişəm əslində, prosta tozdur da. Deyirəm təmizləmişkən obş təmizləyim. Çıxdı nəsən? Pəncərəni, qızlar, mən əslində pəncərənin qırağını hər gün silirəm. Qəşəng suda tökmüşəm, indi su ilə də siləcəm yeri. Pəncərəni hər gün silirəm, yox, heç nə çıxmadı. O qədər qeyildim ki, ona görə çıxmadı. Yaxşıdır da çıxma. Toz basmalıydı. Pəncərəni bugün açmayacaq. İndi isə stolun üstü təmizlik, stolun silmək gözür. 100 dəfə demişəm ha, 100 dəfə. Onlara dəymədə qalsın orada. Burada Alice dartır götürür. Dartıb heç vaxt götürmür Alice'lar, yalan danışmır. Mənim uşağımın üstünə burada şəhər etmir. Quran andasın dartır götürür. Dartıb götürmür, üstünə qoymağının zəhləm gedir. Stolun üstündə bunlardan başqa üstü olmasın. Bu bir dənə stolun da üstünü siləcəm. Taza verə bilərsin, gəlin. Adam balaş. Alice'in qarnı ağrıyır, göstər. Uşaqlar. Mama niyə nədir qarnına? Yeməyini də dağıdıb üstünə. İndi yiyib yeməyini. Buraları siləcəm. Ha, Alice güzel diye. Allah haqqı. Buralar eləcə çörəkdir Alice. Hər yeri çörək. İndi siz artıq ola mindirəcəm divana. Mən bir dənə onun püsüslüyüm silim. Tamam. Amma ilk öncə mən divanın üstünü dəyişməliyəm uşaqlar. Çünki Alisa uje düş aşağı. Divan üstünü yiyib. Düş yerə. Yerə düş. Mamaya kömək elə. Al, bunu götür. Götür onu. Bunu mən 2 gündən bir dəyişirəm. Ha, aferin. Bizdə vərdiş halı var. Zamanında bir aydan bir dəyişir, mən 2 gündən bir dəyişirəm. Ha. Dəyiş. Əlimdə kabus. Kömək elə də mama dəyişsin onu. Sokuş eləyir. Dağıdır əlindən yerə. Sənin hal-hazırda heç bir qəşəngdə köməyin lazım deyil. Məni? Hə, özüm eləyirəm. Çünki onun diblərini qırağa içəri sərdim. Qızım eləyər sənə kömək. Buranı təmizləyim. Qızım sənə kömək eləyər necə lazımdır. Qızımın da lazım deyil, hal-hazırda sərinlər. Ben rahat bırakın. Ha, orada işləyir. Arkadaşlar. Baxın, bunun belə buraların sərin. Bu divan üstülər o qədər yaxşıdır. Təzir. Çox yaxşıdır. Hələ olanın aldığında yaxşıdır. Süper çıxır. Bunu ortaya qoyum, Alisa başını buradan qoyur. Dur ona qurban. Bu gətirir püs. İndi isə qızlar. Aha. Mən gətirim bir dənə qəşəng buranın püs üstüyüm. Mən pisosduyum. Baskılara bax belə. Divanın altında özdə. Əslində bunu dünən gecə soyunu, neçə gün maskısı deyil. Çünki mən qətiyyən Tacir işdən gəldi. Hər dəfə qara paltarı alıyanda maskilərində baxıram. Buranı bitirdim, bir yer qaldı. Buranın diblərini qəşəng silmək, düzdürmək. Suyum hazırdır, gedim biraz suyuna sirkə qatım. İstəyirəm sirkəli suyunu silim. Qapının ağzını sil, qəşəng sirkən. Getdi. Sən, mən Biz oturduq burada Alice'lə, hə? Alice'lə oturduq burada. Mama da toz sonra anlayır buranı. Maması. Maması toz sonra anlayır. Dur sən də elə də. Və keçdik. qızlar, bu arada bu sirkəli sudur ya. Yəni şey deyil. Xalçanın tam altını silməsəm də prosta bu qıraqları silirəm. Ən çox toz yığılan yerlər buralardır da. Altı nəyə lazımdır? Əslində toz yoxdur, təmizdir. Çünki mənim püsosum, bu Samsung'un püsosu çox qəşəng çəkir də. Qəşəng püs şey qatdım ama Nə? Sirkə? qatdım ki, hə, negativ enerjiləri məhv edir püsos. Bəli. Qədər başıma. Negativ enerjiləri məhv edir. Buraları qəşəng belə silin.
Ondan sonra keçəcəm otağa. Bax, həqiqətən Allah haqqı öz evimdə demirəm. Mənim façamın altında pis toz oldu. Çünki həqiqətən mən ümumi çox tez-tez ev püsoslayıram. Mən görmüşəm də neçə dəfə həqiqətən bu cəmaət tez-tez ev püsoslamır da. Təzə həftə bir dəfə təmizləyirlər. Düzdür, bizim evimiz o qədər böyük deyil. Amma Alisa dağdan uşağı deyil, zalda heç nə yemir. Misal üçün deyim ki, zalda rəsə yeyir, hə, batırır. Gəl bəlbəsi var, təzəliyim mi? Deyim ki, zalda rəsə... Ora yox, oranı ört. Oranı ört. Gəl bura, az. Əlini... Gəl. Əlini yuyub onu gözəl. Sirkəli suya vur da əlini. Bura gəl. Sirkəli suya vur da əlini. Bura gəl. Burada yaxasına baxmayın, indi fikirləşəcəm. Fikirləşəcəm nədir? İndi yuyacam. Çünki yemək... Demişəm də mən. Ev təmizləməkdən baxmayın. Buradan çəkə girəm biz. Pəncərədən də mən düşürəm. Silməsin. Sən əski verim evləri sil. Hə, əski ver, evləri sesin. Gözdən gibi yazım. Demək, Teymon qabağını silsin. Bu arada əskimi yenilədim. Bu təzə əskidir. Get. Get sil. Yoxsa tozları alıram. Bir soslayıb siləcəm suyu. Şkafımın içi falan temizdir. Buraları təzə yapışdırmışam. Baxın, hamısı səliqəlidir. Burada artıq əski heç nə yoxdur. Yəni təmizləmişəm. Götür dəsməyi. Sil, buranı sil. Buranı sil, şkafı sil, yox, yeri yox. Yox, ana budur. Şkafı sil. Yavaş örtər gözü. Aferin. Buralar təmizdir. Aferin sənə, görürsünüz? Yox, yeri hələ silmə, birazdan silərsən. Verin də o mama silsin, sonra sən dəsmal versin. Gözlə. Mama silsin, sən verəcək. Gözlə. Birinci mama silsin, sonra Ali silsin. Buralarımı dəhşət toz basır. Ən çox bu evi basır. Toz yəqin skizanyak buradan eləyir. Nə eləyir? Nəysə də ondan. Verirəm, ana qurban. Mama evi təmizləsin ki, evimiz təmiz olsun da. Qızım, Moskvanın altı qapqara kirli. Atam da deyir ki, axşam təmizləyərsin. Axşam Bütün külək yaman qalxır. çox qalxır və yaman qalxır. Nədir? Dün yaxşı getdik, qurdumuzu öldürdük. Hələ bugün getmək istəyirdik. Biz güvənər bizlə təzələnir. Haycan. Otur. Qəşəlli ayılış elə orada. Burada balam, elə belə töküm yer. Əslində burada heç nə yoxdur. Təmizdir. Aslında pəncərələrimiz açığıydı. Ona görə tökürəm yerə. İndi arkadaşlar, pirsosla mən çox video çəkə bilmirəm deyə pastelimizi dəyişmişəm. İndi qəşəm bir dənə buranın pirsos deyib, şirkəli suya silib çıxıram sonra. Qızlar, su gidir bədənimdən. Pirsoslardan Xəcbəri qəşəm o dip şeyin böyrünün zadını pirsosladım. Az. Qalx da qalx. Qalx uzan orada. Haycan. Of. Qızlar, bunu qəşəng qaldırdım. Altın zadını sildim. Bir dənə elə belə üstünə də belə əski çəkirəm. Ayağım tozun ləkəsi zadı qalmasın. İndi qəşəng üstünü çəkəcəm. Bunun altını gec-gec təmizləyirəm. Yəni gec-gec silirəm. Nə yalan deyim. Hər dəqiqə silmirəm. Həftə bir dəfə falan belə silirəm. Amma yəni silirəm də. Üstünü pürsüsləyirəm hər gün. Hər bizə adam gələn. Az bunun üstü tikan olmadı. Neyse, belə çəkim. Də əskimi yuyum, gəlim. Ayağımın altını da göstərir. Baxın sən də ayağın altına. Mamaya göstər, ayağının altını göstər mamaya. Bax, şampunları gördü, qastı şampunlarını oradan gördü. Onları niyə gətirdin ki bura? Mən gətirməmişəm, bu götürüb hamamdan. Qoy yerinə. Ayağının altını göstər, görək təmizdir. Geçən balkonu da sildim, düzdür, külək hələ davam edir. Amma Orası hər da batacaq. ihtimala sildim də, pəncərəsini də qalım falan. Bir dənə buraları da silim. Kuxunanı 2-3 dəfə sildim, çünki kuxuna dəhşət torpağıydı. Buranı da üstürəm, geçən bağlayıb. Batmasın. Burası qalsa olar. Batmasın da. Onsuz da o toz girsə o şeyə girir, balkona girir. Bura girmir ki. Aslında hə, orası düzdür. Yoxsa yenə də. O bura havalı qalsın. Kuxuna deyil. Kuxuna boğana Arkadaşlar, olmaz. benim temizliği işim bu kadar. Son olarak bir tane de geçelim. Bana heç deməyir. Aşkım. Bunları seveceğim. Oranın geçmesi bir tutalım. Bir tane de burayla böyle eski çekelim. Bunu yıxılar ha bu.
Geç, onu çıxartdı da özünə. Gəl getdik. Gedək. Gözlə. Burada tərtəmiz. Hamamın səsini eşidirsən? 100 dəfə demişəm. Gecə gəldim, ora qoydum da. Dur səni tutmağına. Tutmağına olmur yaxşı. Qızımla bir yerdə kömək eləyirik sən. Çox qəşəng kömək edirsiniz. Əsəbləşdirə. Arkadaşlar buraları sildim. Deyək gəldi bax. Başı çöndü gəldi. Bir dənə buranı da boşaldım. Alisa xanımın. Bunları hamama şifan yerinə qoy. Al. Apa qoy hamama şifan yerinə. Ağıllı balım. Apa qoy şkafına. Hə, apa şkafa qoy onu. Apa qoy. Bir apa qoyacağım. Getdi. Bax da get. Qoy şkafa, aferin. Şkafa qoy. Hə, qoy açın buranı qoy. Hə, qoy. Aferin sənə, gözəl balam. Gəl. Ala bunları da qoy qızım. Gətir onları da. Ala bunları da qoy. Hə, gəl onları da bura qoyaq. Ver onu mən. Ondan sonra gəlib götürərsən. Gəl. Gəl bura qoy onu. Ora get. Yox, ora yox, ora yox. Bura. Kravatın üstünə qoy, kravatın üstünə. Bura qoy. Hə, qoy qalsın burada. Onu da qoy. Aferin. Gəl. O birisi qaldı. Gedək onu da götürək. Gedək o birisini də götür tez. Tez. Balam mamasına kömək eləyir mən. Görsünüz nə ağır. Bunun bu qaldı axı. Get tamam qoydu gözüm. Qoy qoy. Uşaq. Açar asıram burada. Əslində işim bitdi. Ayğı dəmirə sildim. Haydi. Ala rezinləri də onu da götür yedən. Apar ora qoy şkafa. Ala. Rezinləri də ala. Tez elə. Apar hamısını yerinə qoy. Getdi. Nə bilmiş? Apar qoy. Apar qoy. Vul deyir gözə. Gəl, hə, adisini deyir. Birazdan da dəyişər mama. Gəl. Gəl. Aferin sana. Su bitti. Bitti. Şuralarda da əslində toz yoxdur da. Mən şənsizim, o qədər gözümü yazım. Qutardı. Bir dənə də elə belə. Bunun altını zaten geçen silmişim dostlar. Narahat olmayın. Bu sene bilən o otaqdan çıxana yaxın zibillər götürürüm. Benim yer təmiz. Hə. Haydi. Hamamda mən indi tiyazım çimməyə, hamamı təmizləyəcəm. Bir dənə burada əl çəkim, elə belə yeri var. Ay can, ne oldu, ne oldu? Ay ne istəyir bu? Ay ne istəmişdi bu? Əslində buralar təmizdir. Ay can. Aşkım. Aşkım. Akkış deyir uşaqlar, aşkım deməkdir o. Görürsünüz? Aşkım. Artık kızlar hepten aşkım. Of. Aşkım. Akkış. Akkış. Buralar temiz. Uşaqlara demisən sən? Gedəcəyimiz haqqında məlumat. Bu vlogda demişim aslında. Bu vlogda hələ paylaşmamışam da. Ama hara gideceğimizi bilmemişim de. Sabah. Bu bu tulanacak. Nə bileyim? Şu burada demişəm də, hə. Bu nədir? Bu reçet çəkdi. Bu sən şeydir. Şey atkımındır. Ondan sonra geçsin. Haydi. Nasıl ağlayacaq? Deməli, buraları da qəşəng sildim, təmizlədim. Koxunumu qəşəng təmizlədim. Pomidor xiyarım qalıb, onu indi duranda yemək hissəyi hazırlayacağım. Heyf eləmədim. Buraları qəşəng təmizlədim. Bir dənə bu gözgüm qalmayıb silinəsi. Buralar hamısı təmiz. Alice'nin batası yatır. Buralarda belə. İndi qəşəng də ortalığı yığışdırmışam. Bunun da son halı belə qızlar. Qəşəng təmizlədim. İnşallah bir dənə hamamım qaldı. Gedib hamamımı yuyacağım. Koridorun zadım hamısı tərtəmiz gül kimi. Hamamımı yuyacağım, çiməcəm, всё. İndi onu da Alice yatsın, gedib eləyəcəm. Deməli. Gözəlin son halı budur uşaqlar. Knockout. Knockdown. Arkadaşlar, pastelimizi görürsünüz də yenidən. Yəni bu bayaq da bundan idi, amma bu çıxıldı.
Hə, bu çıxı bundan idi. Hə, bu çıxı oldu. Məcbur çıxı sərdim. Çünki dəyişənə 2 dənə pastelimiz var. Əslində bir əldə var. Sini pusu altımızdan sürüşür, həm də o qışdıq. Alisa dərman içən yerdə dağıtdı bura. Hə, Sağ dərman. olsun. Əslində günah məndə deyil ki, dərmanı uşağa niyə pasteldə verirsən? Apar kuxnada ver də. Bəli. Bəli. Prosta yuxudan təzə durmuşdu. Həkim ona dərman yazdı qarın ağrısını kəsməyə. Dedi ki, əgər qusmağı falan yoxdursa, qorxusu yoxdur da. Yəni o baseynə da girib yəqin soyuq olur. Alisa dalbadal baseynə girdi axı. Ona dərman yazdı, paraşok 50 ml suda hazırladım, verdim. Dalıyca başqa dərman verdim, 20 ml şeydə. Adları qəribədir, deyərəm sizə. O şimdi dağıtdı pastelə, paltoları yuyub finiş eləmişdim ki. Gözəl hal-hazırda yuxudadır uşaqlar. Yuxularını danışırsın. Təzədən bir partiyada paltar çıxdı. İndi apardım onları yumağa sərməyə. Yəqin ki, dakika duruku eşidirsiniz. Alisa oranı sökür. Evi gül kimi səliqə ilə təmizləmişəm ki, uzanın. Alis bütün kuxlanın qazanlarını hamısını töküb yerə. Tacir də əyrin geyinib, deyir gedirəm. Uşağım da hardasa 1-2 saat olar yuxudan durub, yatmağı qəti sürətdə, yəni bu dəqiqə şok vəziyyətdədir, yatmaz. Deyir, gəldim. Adam yenə oxuşursan, Alis. Onları niyə gətirmirsən bura? Sən şeylər də gözəl. Hara aparsın, karın da arvadlar kimi bağlayıb. Neysə də uşaqlar, bir nəfər olsaydı Allah gəlib Alislə oynayardı. İndi mən göndərəcəm adı. Kim göndərəsən? Anamı. Anam bura gələndi sən Allah. İndi deyərəm gələr, niyə gəlmir? Gəlməyəcək. Allah gəlsəydi Alislə oynayardılar, biz yatardıq. İndi deyərəm gözlə. Gələndi. Amma Alisa'ya sup gətirmədilər, amma sup pişirib. Bəlkə İndi gələr. deyərəm. Neysə də arkadaşlar, ölüyorum anlasanıza. Heç onların gəlişində çəkərsən, bax bu sözü burada deyirəm. Pəncərələri yenə açdıq ki, ev biraz havalansın, kondisioner adamı qurudur. Bu sözü deyirəm, yadından çıxar. Deyəcək ki, nə iş görüb, yorulub. Əslində düzdür. İşlər mənim üçün heç nədir. Çünki mən avtomat kimi işləyirəm. Prosta yorğunçuluğum tezdən durmağımdır. Plus səhərə kimi yatmamağımdır. Səhər saat 6-da bu insan işdən gəlib. Yenə özü ilə açar götürməyib. Səhər 6-ya kimi oturub bunu gözləmişəm ki, gəlsin qapını açsın, yığmasın ki, uşaq durmasın. Uşaq durmasın nədir? 6-da bu gəldi, 7-də də qızı durdu. Bircə saat cəmi yuxu yatmışam, bircə saat. 7-də qızı xortlanıb, appa. Bu da ağzını ayırıb yatıb. Durmuşam, Alisa'yı yedizdirmişəm, içizdirmişəm, getmişəm, qoymuşam yanıma ki, bəlkə yatar da. Səhər mama demişdi ki, şirin çay ver ki, qarnım getməsi biraz azalsın. Ondan qabaq şirin çay vermişdim, sonra acıdı, gətdim yumurta verdim ki, qarnı bərkisin də, qarnı getməsin ki, arıqlamasın. Oxşumda uşaqlar ölüyoruz. Sabahlarında hara gedirik biz? Sabahda Nabrana gedirik arkadaşlar. Bəli. Bu enerjindən nə tərk edəcəm bilmirəm. Yat, sən bugün Alisa ilə eyni vaxtda yatsan, səhərə sən nə olasın? Əslində hə, bəlkə Quran dərmanatım olsun. yatım. Bax, sən öl deyirəm, Alisanın yatmaq Onda özündən vaxtında, haçar götür. Alisanın yatmaq vaxtında yat ondan ki, səhər Aman cümrah ol. gəlsin ona kimi Alisa'yla oynasın. Yaxşı. Saat 10-a kimi mən də videomu paylaşım. Ondan sonra dərman atım Allah haqqı Alisa'nın dedi. Amma telefonu qırağatda aşka Telefon dərman aşka sürücün nə? Telefon dərman atıp yatsam yatıp qaldım. Arkadaşlar videoyu indi sonlandırıram. Mama Yazın cili çəkib həqiqətən sonlandırarsan. yorğunum. Ya Allah qurbanım Allah'a dua da oxuyur. Azan da oxumur. Neyse arkadaşlar. Mama cillə görüşərik.